Uzun illər Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abtalıbov paytaxtdan köçüb. Bu barədə Günün Səsi infoya onun ailə üzvləri bildirib. Məlumata görə keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyir ki, Hacıbala Abtalıbov təsadüfi hallarda kənd sakinləri arasında olur. Yaşlanıb, özü üçün həyat bacada gəzir, deyə yaxınları söyləyib. Yanvarın 17-si gündüzdən 22-sinədək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. O qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir. Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Cərabəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinə aid keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın nəticəsində binanın 2, 3, 4, 5-ci mərtəbələrinin eyvanında yanan konstruksiyalar və 16 kvadrat metr sahədə otaq yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, 30 nəfər bina sakini təxliyə edilib, 3 nəfər xilas edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır. Məlum olduğu kimi, ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib. Qafqazinfo xəbər verir ki, sərəncamla bu vəzifəyə Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O, bu təyinatadək Maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu. Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, Azər Bayramovdan başqa Mikayıl Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev, Sahib Ələkbərov, Rövnəq Abdullayev, Səməd Bəşirli və Anar Axundovdur. Bununla Mikayıl Cabbarov həm ölkədə ən çox müavini olan 3 nazirdən biri olub. Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyard ABŞ dolları köçürülüb. Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı İsrailin 14-cü kanalı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitələri ilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəbə Xameneinin də olduğu iddia edilir. Məlumata görə Xamenei təxminən 328 milyon ABŞ dolları məbləğində vəsaiti Dubayda eyni ünvana köçürüb.